Zəngəzur qəzasının yəni bir hissəsi olan Nüvədi və ətraf kəndlər, çoxlu kəndlər olub ki, yəni bunlar bu kəndlər, yəni orta əsr mənbələrində adı çəkilən kəndlər sonraki mərhələdə onların adı çəkilmir. Yəni sonradan bunlar o kəndlərdə, başqa bir kəndlərdə məskunlaşır. İkinci bir tərəfdən, yəni bu torpağın Meğri ərazisində bu torpaq sahibləri vardı. Bunun biri Sərməst bəydir, Əldərə ətrafı o neçədən kəndin sahibi oydu, torpaqların sahibi oydu. Leyfazlı Kərbalayı Mehdi Allahverdi oğlu vardı ki, bu ərazinin torpaq sahibi idi. Yəni Nüvəddə vardı, Abbas bəy vardı. Abbas bəy Məlik Abbasov, yəni Nüvəddə böyük torpaq sahibləri vardı ki, bu ərazilərin heç biri, yəni ermənilərə malik deyil. Yəni ermənilər balaca bir kənddə məskunlaşmış, oradan da, yəni bunun düz o kəndin yaranma tarixi biraz dəqiq deyil, yəni o dəqiq məlumat vermir. Ancaq bunun, yəni həmin kəndlərin ermənilər tərəfdən alınması da faktdır ki, onlar o kəndləri ala-ala öz torpaqlarını genişləndirir, bu torpaqlara daha çox sahiblik haqqı olduğunu sübut eləməyə çalışırlar. Halbuki bu belə deyil. Şuşa qəzası, yəni Meğri əvvəllər Naxçıvan xanlığının tərkibində olub, Meğri, yəni 1805-ci ildə Kürəkçay müqaviləsindən sonra, yəni o ərazilərin ki, Qarabağ xanlığının Rusiya tərkibinə keçirəndən sonra, yəni təkcə, yəni Zəngəzur böyük bir ərazi Qarabağ xanlığının tərkibində idi. Ancaq Nüvədinin, yəni daxil olduğu Meğrinin kəndləri Naxçıvan xanlığının tərkibində idi. Sonra o ərazidə İrəvan quberniyası yaradıldı, Naxçıvanda Ordubad dairəsi də ora daxil oldu. Sonra ləğv olundular, sonra isə yəni Nüvəddə, yəni o Meğrinin, o Azərbaycan Türk kəndləri də bunlar hamısı Zəngəzurun tərkibində Şuşa qəzasına baxdılar. Şuşa qəzası yaradıldı və Şuşa qəzasına daxil oldu. Həmin dövrdə bu 4-cü sahə deyilən bir polis sahəsi vardı Zəngəzurda. Bu sahanın da pristavı əslən deyil, Nüvədili bəylərindən Bəhram bəy Məlik Abbasov 4-cü sahanın pristav əvəzi idi. Həmin müddətdə onun raporunda bir çox, burada baş verən hadisələrlə bir çox qaranlıq məqamları aydınlaşdırmağa kömək edir. Və ermənilərin burada özbaşınalıqların, qəddarlıqların açıq şəkildə bürüzə verir. Onun Zəngəzur qəza rəisinin adına və sonraki mərhələdə yazdığı raportda göstərirdi ki, ermənilər Qafanın Şıxovuz kəndindən Zəngilana qədər, Şıxovuzdan zavodlara da, Zəngilandan zavodlara da, qatar zavoduna, mis zavoduna qədər, ora qədər geniş ərazidə erməni dəstələri və hətta orada İrandan gələn müəyyən dəstələr quldurluq edirlər, dərəbəylik edirlər. Bax, belə bir raporda ilə belə dərəbəylik bir sözü işlənib. Onun üçün hökumətdən xahiş edir ki, heç olmasa bu Qaragöl kəndinə, Şıxovuza, hər kəndə heç olmasa bir 100 dənə artıq Qazaq dəstələri göndərilsin ki, həmin Qazaq dəstələri ilə bu asayişi bərpa edə bilsin. Bəhram bəy Məlik Abbasov eyni zamanda məsələni başqa bir şeydə qoyurdu ki, yəni burada sabitliyin yaranmasında həm də bu Qazaq dəstələri böyük rol oynaya bilər. Bununla da kifayətlənməyən Məlik Abbasov burada nüfuzlu şəxslərin öz əhalisi, istər erməni, istər yəni burada yaşayan Azərbaycan türkləri arasındakı nüfuzu olan insanları bu məsələyə, yəni burada sabitlik birinci növbədə əsas məsələ oydu ki, burada sabitlik yaratsın. Burada göstərir ki, həmin raporda göstərir ki, Meğridə Keştil Vahan, Leyfazdan Kərbalayı Mehdi Allahverdi oğlu, Əldərə kəndindən Sərməst bəy və başqalarının əli ilə və başqa vəhri var erməni kəndindən Akbercanov olub, David Akbercanov. Yəni onların əli ilə, yəni bu məsələyə kömək elədiyin, yəni burada sabitlik yaranmasında da onların xidmətlərindən yararlandığını orada qeyd edir.